Salam əziz şagirdlər, bugünkü videomuzda gördüyünüz kimi bölmə əlamətlərinə baxacağıq deməli. Sadə və qısa izah verməyə çalışacağım. Təbii ki, orta məktəbdən siz bölmə əlamətlərini bilməlisiniz. Bir də onların araşdırılması var təbii ki. Təkcə deməli qaydalar bilmək kifayət etməz, bir də araşdırma qaydalarını bilməliyik. İndi hansı ədədlər 2-yə bölünür? Sonu 0, 2, 4, 6, 8 rəqəmlərindən biri ilə bitən bütün ədədlər təbii ki 2-yə qalıqsız bölünür. İndi məsələn yazaq 1, 3, 4 heç fikirləşmədən rəqəmləri düzürəm. Sonuna bir dənə 8 qoysam sonu cüt rəqəmlə qurtardığı üçün bu ədədlər 2-yə qalıqsız bölünür. Bu qaydanı bilməyəndə bəzi şagirdlərimiz başlayır çubuqlu bölmə ilə onu bölməyə görə bu ədəd 2-yə bölünür, bölünmür. Bu doğru araşdırma olsa da amma səmərəsiz üsul sayılır. Bəs 3-ə bölünmə əlaməti necə idi? Ədədin yazılışındakı rəqəmlərin cəmi 3-ə bölünürsə, həmin ədəd deməli 3-ə bölünür. Məsələn, 111 ədədi. Bunun rəqəmlərin cəmi 1 üstə gəl 1, üstə gəl 1, 3-ə bərabərdirmi? 3 də 3-ə bölündüyündən qalıqsız. Deməli, 111 ədədi 3-ə qalıqsız bölünür. Başqa bir misala baxaq. Məsələn, ardıcıl istədiyimiz rəqəmləri düzək. Sonra baxaq görək, bu ədəd 3-ə bölünürmü? Yazaq, məsələn, 516.789 olsun. Bu rəqəmlərin cəmini tapaq. 5 üstə gəl 1, üstə gəl 6, üstə gəl 7, üstə gəl 8, üstə gəl 9. 6, 12, 19, 27, 36. Demək, rəqəmlərin cəmi 36-dır. 36 da 3-ə bölünür, qalıqsız. Deməli, bu 6 rəqəmli ədəd 3-ə qalıqsız bölünür. Deməli, bölünmə əlamətlərini tətbiq edəndə görürsünüz ki, nə qədər rahat olur. Deməli, bir var ki, onu çubuqlu bölmə ilə eləyəsən 1-1. Məsələn, 5 dənə variant verilib orada A, B, C, D, E sənə sual qoyulub ki, aşağıdakilərdən hansı 3-ə qalıqsız bölünür. Bir var, onların hamısını çubuqlu bölmə ilə böləsən. Bir də var ki, mən elədiyim kimi düzgün qayda ilə. İndi 4-ə bölünmə əlamətinə baxaq. 4-ə bölünmə necə idi? Ədədin yazılışında son 2 rəqəm 0-la bitərsə və ya son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4-ə bölünərsə, onda həmin ədəd 4-ə bölünəcək. Məsələn, fikirləşmədən bir dənə ədəd yazıram, fikir verin. Sonuna 2 dənə 0 qoyuram. Bəli, bu ədədin son 2 rəqəmi 0 olduğuna görə bu ədəd 4-ə qalıqsız bölünür. Və yaxud da ki, fikir verin 9, 9 düzürəm, heç fikirləşmədən bu ədəd nə olursa olsun son rəqəmlər 2 ilə 4 yazıram. 24 ədədi 4-ə qalıqsız bölündüyündən və bu çox rəqəmli ədəd 4-ə qalıqsız bölünəcək. Mənə gəlir ki, bu düzgün qayda ilə eləsək, bu sözü tez-tez təkrar edəcəm, daha yaxşı olar. Sonra 5-ə bölünmə. 5-ə bölünmə əlaməti nə idi? Son rəqəmi 0 və ya 5 ilə bitməlidir. Yenə fikirləşmədən bir dənə ədəd yazıram, sonuna 0 yazıram. Son rəqəm 0 olduğuna görə bu ədəd təbii ki 5-ə qalıqsız bölünəcək. Və yaxud da ki, bir dənə ədəd yazıram, fikir verin, 9-lar düzürəm, 8, 7, 7. Sonuna yazıram 5. Son rəqəm 5 olduğuna görə bu ədəd təbii ki 5-ə qalıqsız bölünəcək. Bəs 6-ya bölünmə əlaməti necə idi? 2-yə və 3-ə bölünən ədədlər, deməli, ədədin 6-ya bölünməsi üçün eyni zamanda 2-yə və 3-ə bölünməlidir. Və ya bəzi şagirdlərimiz doğru olaraq qeyd edir ki, əgər verilən ədəd cütdürsə, yəni sonu 0, 2, 4, 6, 8 rəqəmlə birinə bitirsə, o 2-yə qalıqsız bölünür, onda 3-ə də bölünürsə bu ədəd 6-ya bölünəcək. Yəni, sonu cüt rəqəmlə qutaran və 3-ə bölünən ədədlər də deyə bilərik bunun üçün qayda. Məsələn, buna bir dənə misal yazaq 6-ya bölünməyə aid. Şimdi deyək ki, 357
son iki rəqəm də əlavə eləyək, məsələn 9, 0. Sonu sıfırla qurtardığına görə 2-yə bölünür və bu şərt ödəndi. İndi baxaq görək rəqəmlərin cəminə. 3, 5, 7, 9, 0'ı yazmasaq da olar. 8, 7, 15, bu da 9, rəqəmlərin cəmi elədimə 24. 24 3'ə qalıqsız bölünür. Bu ədəd 35.790 ədədi eyni zamanda 2'ə və 3'ə bölündüyünə görə bu ədəd 6'ya qalıqsız bölünür. 7'yə, 11'ə, 13'ə bölünmə əlaməti çox mürəkkəb olduğundan mən deyirəm ki, şagirdlərimə daha yaxşı olar ki, elə çubuqlu bölmə ilə böləsiz. Növbəti əlamət 8 deyək. 8'ə bölünmə əlaməti necədir? Fikirləşmədən yenə bir dənə ədəd yazıram, rəqəmləri düzürəm, istədiyim kimi sonuna 3 dənə 0 yazacağım. Son 3 rəqəmi 0 ilə qutaran bütün ədədlər 8'ə qalıqsız bölünür. Və ya yenə fikirləşmədən bir dənə ədəd yazacağım. Girelim. Sonuna yazıram 0, 8, 8. Son 3 rəqəmi əmələ gətirdiyi ədəd 88'dir mi? 88 8'ə bölünürmü qalıqsız? Deməli, bu ədəd, bu çox rəqəmli ədəd, son 3 rəqəmin əmələ gətirdiyi ədəd, yəni 0 birinci rəqəm olanda bilirsiniz ki, o 3 rəqəmli ədəd alınmayacaq. 88 ədədi 8'ə qalıqsız bölündüyündən bu çox rəqəmli ədəd 88'ə daha deyilsək 8'ə qalıqsız bölünür. Növbəti bölünmə əlaməti 9'a. 9'a bölünmə əlaməti eynən 3'ə bölünmə əlamətinə oxşur. Yəni, rəqəmlərin cəmi 9'a bölünürsə, həmin ədəd 9'a qalıqsız bölünür. Məsələn, deyək ki, 34.884 olsun. Bu rəqəmlərin cəmi 3, 4, 8, 8 və 4. Rəqəmlərin cəmi 7, 8, 15, üstünə 8 gələndə 23, o da 7, 27. 27 9'a qalıqsız bölünürmü? Deməli, bu 5 rəqəmli ədəd 9'a qalıqsız bölünür. Özüm sürətli danışıb ötürmək istəyirəm ki, yəni videonun həcmi çox böyük olmasın. Sonra ona bölünmə əlamətinə baxaq. Onu bölünmə əlaməti necədir? Son rəqəmi 0 ilə qurtarmalıdır. Məsələn, yenə istədiyimiz rəqəmləri düzürük. Sonunda 0 yazdıqsa, bu ədəd mütləq ona qalıqsız bölünəcək. Sonra gəlir 12'ə bölünmə əlaməti. 12'ə bölünmə əlaməti necə idi? 3'ə və 4'ə bölünən ədədlər 12'ə qalıqsız bölünəcək. Deməli, birinci nə etməliyik? Son 2 rəqəmə baxmalıyıq. Əgər son 2 rəqəmi 0 ilə qurtarırsa, bu ədəd 4'ə bölündüyünə görə deyəcəyik ki, son rəqəmlərin cəminə baxaq. Rəqəmlərin cəmi də 3'ə bölünürsə, eyni zamanda 3'ə və 4'ə bölündüyünə görə bu ədəd deməli 12'ə qalıqsız bölünər deyəcəyik. Məsələn, 34.884. Bunun son rəqəmi 2'dir. 2. Üzr istəyirəm, son rəqəmin əmələ gətirdiyi, son 2 rəqəmin əmələ gətirdiyi ədəd 84. 84 bilirik ki, 4'ə qalıqsız bölünür. Eləyəcək 21. Demək, 4'ə bölünür. 3'ə bölünməsi üçün rəqəmlərin cəmi 3'ə bölünməlidir. Baxaq görək, rəqəmlərin cəmi də 3'ə bölünəcəkmi? 3 ilə 4, 7, 8, 15, 15'in üstünə 8'ə 23, o da 27. Bəli, 27 də 3'ə qalıqsız bölünür. Demək, 34.884 ədədi eyni zamanda 3'ə və 4'ə bölündüyünə görə, deməli, 12'yə qalıqsız bölünür. İndi 15'ə bölünmə əlamətinə aid nümunəyə baxaq. 15'ə bölünmə əlaməti necə idi? Eyni zamanda 3'ə və 5'ə bölünən ədədlər 15'ə qalıqsız bölünür. Onda aşağıdakilərdən hansı 15'ə bölünür deyəndə birinci nəyə baxmalıyıq?
son rəqəmi 0 və ya 5 ilə bitirmi? Məsələn, deyək ki, 1, 2, 3, yəni 123 min, məsələn, 680. Son rəqəmi 0 ilə qurtardığına görə bu ədəd 5'e bölünür. İndi baxaq, görək ki, rəqəmlərin cəmi 3'e bölünürmü? 1, üstə gəl 2, üstə gəl 3, üstə gəl 6, üstə gəl 8, 0 yazmaya ehtiyac yoxdur. Deməli, 3, 3, 6, 12, 20 eləyir rəqəmlərin cəmi. Deməli, rəqəmlərin cəmi 20 olduğuna görə 3'e bölünmür. Buraya əgər biz bir rəqəmi əlavə eləsək, onda rəqəmlərin cəmi olacaq 21. Rəqəmlərin cəmi 21 olduğuna görə 3'e bölünür. Son rəqəmi 0'la qurtardığına görə 5'e bölünür. Eyni zamanda 3'e və 5'e bölündüyünə görə bu ədəd deməli 15'e qalıqsız bölünür. 18'e bölünməyə aid misal yazaq. 18'e bölünmə əlaməti necə idi? Eyni zamanda 2'ye və 9'a bölünən ədədlər 18'e bölünəcək. Deməli, 18'e bölmək üçün son rəqəm cüt olmalıdır. Yenə bir dənə ixtiyari ədəd yazıram. 109, 5, 4, sonra yazıram 6. Son rəqəmi cüt olduğuna görə bu ədəd 2'ye bölünür. Bir də rəqəmlərin cəmi də 9'a bölünməlidir ki, deyə bilərik ki, onda bu ədəd 18'e bölünür. Baxaq rəqəmlərin cəminə. 3, 8, 11, 20, 25, 29 rəqəmlərin cəmi elədi 35. 9'a bölünməyəcək. Bura nə əlavə eləsək? 1 əlavə eləsək olacaq 36 rəqəmlərin cəmi. 36 9'a qalıqsız bölünür. Deməli, eyni zamanda 2'ye və 9'a bölündüyünə görə bu ədəd 18'e qalıqsız bölünəcək. 25'e və 50'ye bölünmə əlaməti eynən 4'e bölünmə əlaməti kimidir. Son 2 rəqəmin əmələ gətirdiyi ədədə baxırıq. Demək, son 2 rəqəmi 0 ilə qutararsa, məsələn 0, 0 yazdıq. Bu ədəd 25'e də bölünür, 50'ye də. Təbii ki, əvvəlcə demişdik, 4'e də qalıqsız bölünür. Və ya son 2 rəqəmin əmələ gətirdiyi ədəd. Məsələn, deyək ki, 50'dir, son 2 rəqəm əmələ. 50 25'e bölünürmü? Demək, bu ədəd 25'e bölünür. 50 50'ye bölünür. Demək, bu ədəd 50'ye qalıqsız bölünür. Bu videomda çox sürətli danışdığımı bilirəm. Amma videonu qısa çəkmək üçün bu üsula əl atdım. Mənə elə gəlir ki, bir şeylər buradan təkrar eləmiş olacaq. Təşəkkür edirəm dinlədiyinizə, baxdığınıza görə.